Sahracığım size hiçbir əziyyət vermeyecek. Özünüzü necə hiss edirsiniz? Çok sağ olun, xeyli təfavüt eləyir. Çok yaxşı. Zavur, buyur, gel içeri. Atanla anan qonaq gediblər. Onlara demişəm ki, eğer mənə göre öz həyat tərzlərini heç olmasa, biraz da değişsələr, o saat çıxıb gedəcəyim xəstəxanaya. Anan dedi ki, xörəyin mətbəxtədir bala. Sağ olun. Hoş getdin. Sağ ol. Çox sağ ol Cəbrail dayı. Mən aç deyiləm. Mane olmadım ki Cəbrail dayı. O nə sözdür? Özün bilirsən ki, səni görmək mənim üçün çox xoşdur. Çox qəribədir. Mən heç vaxt yeməkləri seçən olmamışam. Bekarçılıqdan bu kitabı götürüb varaqlayıram. Başqa aləmmiş. Japonların xörəkləri, Rumunların, Meksikalıların. Dünyada nə qədər tatlı yeməklər varmış, cürbəcür. Amma mənə indi onların heç dadına da baxmaq olmaz. Çox qəribədir, hə? Hə. Qara ciyərlə zarafat eləmək olunmaz. İnşallah elə ki sağaldınız. İndi mənim ağlıma gəldi ki, sənlə çox az oturub söhbət edirik. Sonra da ki deyirəm, o cavan bir oğlan, mən qoca kişi, onunla mənim nə söhbətim tuta bilər? Sizsiz qoca. Sizin aranız qocadır Cəbrail dayı. Atam həmişə deyir ki, onların nəslindən hamıdan yaxşı siz qalmısınız. Anamla davanı tutub ki, siz evli deyilsiniz, onun üçün yaxşı qalmısınız. Atan sənin yaxşı adamdır. Bilirsən, neçə ildir onunla dostluq edirik? Az qala bu dünyaya göz açıb gələn gündən yadımdadır. Tələbə idik onunla. Moskvada. 1918-ci ildə çox şeylər görmüşük bu dünyada. Soyuq da, aclıq da kar eləməyib, dözmüşük. Dostluğumuz daha da möhkəmlənib. Çox istiqanlı adamdır. Bevic deyil, əsli adamdır. Ona görə də cəmaat xətrini bu qədər istəyir. Onun dostlaşması həmişə mənkindən çox olub. Çox qəribə məxluqdur. 3 milyard yarımdan çox adam var yer üzündə. Amma axtarsan, hərəmizin 2 ya 3, bəlkə də 1-2 ürək dostu ola. Ən məxsusu odur ki, gərək bunu adam əvvəldən başa düşsün, bilsin. Dostu itirmək asandır. Amma onu qoruyub saxlamaq çətin. Bizdən sonra bu dünyada bir iz qalmalıdır. Onu da deyim ki, dostluqda bəxtim gətirib. Heyif ki, qalan başqa şeyləri bu dostluq da əvəz edə bilmir. Düzdür, mən ömrümdə heç kimə bunu açıb deməmişəm ki. Mən də çox istəmişəm ki, mənim də ailəm olsun. Sənə mən həmişə oğlum kimi baxmışam Zavur. Öz oğlum kimi. Amma sizin haqqınızda cəsarət demək olar ki, siz çox mənalı ömür keçirirsiniz. Sizin öz sahənizdə gördükləriniz
Hətta 5 alimə bəs eləyə bilərdi. Məyər öz işlərinizdən razı deyilsiniz? Razıyam. Amma bütün bunlar benim eləmək istədiklerimin heç birden biri de değil. Daha kurtardı. Geçti. Niyə ki Cəbrail dayı? Hələ o qədər qabaqda vaxtınız var ki. Elə bilirsən? Bəli. Sana deyə bilərəm, Zaur. Sen cavansan. İnsan cavan olanda hayat eşki onda o kadar güçlü olur ki ölümün elaksızlığını, labütlüğünü yaşlılar kimi hisselemir. Ama atanla anana bunu diyebilmem. Nahak yere keyiflerini bozmak istemiyorum. Onlar elə bilirlər ki, məndə hepatitdir. Özüm bilirəm. Bırakam. Bəlkə səhv eləyirsiniz. Kim deyib sizə? Analizlərin nəticəsinə baxanda o saat başa düşdüm. Bəli. Çox az vaxt qalır. İndi mən bütün aydınlığıyla, necə deyərlər, bütün varlığımla hiss edirəm ki, nə yaxşı ki siz varsınız. Sen, atan, anan. Ben korkmuram. İnan Zaur. Ben daha ölümden korkmuram. Ama onlara hiç ne demeyesen. Lazım değil. Bildin? Söz verirsen. Söz verirəm. Yaxşı. Gecem xeyrə qalsın. Tibb bacısı mənə morfi iğnəsi vurur. O da başlayıb öz işini görməyə. Mənə də deyir ki, güya vurduğu iğnə analgindir. Gecən xeyrə qalsın. Cəbrail dayı.